Əgər aşırı kontrolcu ana olub, oğlan uşaqlarınızı özünüzə asılı şəkildə böyüdərsinizsə, fərd olmalarına icazə verməzsinizsə, hər zaman sizdən asılı olaraq böyüyəcəklər və sizin sevginizi itirməkdən qorxduqları üçün hər zaman ağıllı uşaq olub, siz nə desəniz elə edəcəklər, nə qərar versəniz onun ardınca gedəcəklər və hər zaman ətraflarında itaət edə biləcəkləri insan axtarışında olacaqlar. Gələcəkdə isə eynən sizə bənzəyən, sizin kimi kontrolcu olan bir qadınla ailə həyatı quracaqlar və artıq sizin yox, onun sözlərinə qulaq asmağa başlayacaqlar. Və siz də oğlunuz sizi dinləmədiyi üçün bu durumdan şikayətçi olacaqsınız. Mənim oğlum çox dəyişdi, əvvəl belə deyildi və onu dəyişəndə arvadı oldu, yəni gəlinim. Halbuki oğlunuz dəyişmədi, sadəcə onun itaət etdiyi insan dəyişdi və siz də bu durumdan narahat olmağa başladınız.